Sizcə bu dünyada ən asan edilə bilən şey nədir? Bir stəkan su içmək? Xeyr. Əslində su içəndə zamanın gedir, ağız tərpənir, əlin stəkanı qaldırır və s. Ona kimi saymaq? Xeyr. Sayan zaman başınız işləyir, yaddaş işə düşür. Bir sözlə ən asan olan şey deyil. Bizə isə dünyada ən asan edilə biləcək şey lazımdır. Bunu tam izahı ilə başa düşmək üçün gəlin bu nümunəyə baxaq. Bir gün ovçular bir canavarı qovur və öldürmək istəyirlər. O yaralı halda qaçaraq bir kəndçinin sarayına girir. Ev sahibi bunu görür, amma ovçulara bildirmir və yalandan o tərəfə qaçdı deyərək izi azdırır. Sonra saraya girir və yarımcan uzanmış canavara baxır, yazığı gəlir. Onun yarasını sarıyır, sağaldır, həyata qaytarır. Sonra yenidən ovçular görməsin deyə onu torbaya qoyur, meşəyə aparır ki, buraxsın. Özü də əlinə balta götürür ki, yolda görən olsa deyərəm odun doğramağa gedirəm. Meşənin dərinliyinə gəlib çatırlar. Kəndçi torbanı açır və canavarı buraxır. Amma canavarı yolda aclıq tutmuşdu və o adamı parçalamaq qərarına gəlir. Kəndçi deyir, mən sənə yaxşılıq elədim. Əvəzində sən nə edirsən? Canavar cavab verir. Yaxşı, əgər qarşımıza çıxan 3 heyvan sənin tərəfini tutsa, səni buraxıram. Tutmasalar yeyəcəm. Onlar ilk olaraq bir itlə rastlaşırlar. Canavar deyir, mən bu insanı yemək istəyirəm, amma bu yaxşılıq eləmişəm. Məni yeməli deyilsən deyir. İt cavab verdi. Mən 8 ildir bir insan evində yaşamışam. Evini qorudum, qoynunu otardım, ailəsinin yanında oldum həmişə. Əvəzində isə biraz qocaldığım üçün məni azdırdılar. Odur ki, sən haqlısan dedi. Onlar yola davam etdilər. Qarşılarına bir at çıxdı. Canavar olanları danışdı. At cavab verdi. 16 ildir bir insanın evində qaldım. Bütün əkininə kömək elədim. Bütün yüklərini daşıdım. Ömrüm boyu belimdə gəzdirdim. Əvəzində isə biraz qocaldığım üçün məni azdırdılar. Odur ki, sən haqlısan dedi. Yenə yola davam etdilər. Qarşılarına bir tülkü çıxdı. Canavar tülküyə də olanları danışdı. Tülkü cavab verdi. Balalarım çox ac idi. Onlar üçün kənddə bir evə girmək, nəsə toyuq cücə oğurlamaq istədim. Səfərə yaxınlaşmışdım ki, ev yəsi məni gördü. Qorxumdan qaçdım. Növbəti gün əli silahlı meşəyə məni axtarmaq üçün ova çıxdı. Yuvamı tapdı və yanında olan ov itləri balalarımı parçaladılar. Mən isə evimdən xeyli uzaq düşməli oldum. Odur ki, sən haqlısan dedi. Canavar kəndçiyə baxdı və bu da 3 oldu dedi. Kimsə sənin tərəfini tutmadı, görürsənmi? Kəndçi ağlamağa başladı ki, evdə balalarım var, məni öldürmə. Balalarını itirmiş tülkünün kəndçiyə yazığı gəldi. O canavarın qabağına keçərək dedi. Bu kəndçi deyir ki, səni meşəyə bu torbada gətirib. Canavar deyir, hə. Tülkü deyir, mən inanmıram sən bu torbaya yerləşəsən. Mümkün deyil. Canavar deyir, rahat da yerləşirəm. Bunu demiş, girir torbanın içinə, tam gizlənir, deyir, bax, görürsən? Bu zaman tülkü cəld kəndçi ilə torbanın ağzını bağlayırlar. Canavarı elə oradaca qoyub uzaqlaşırlar. Tülkü kəndin yolunu bilirdi. Ona, gedək səni evin yolunu görsədim dedi. Yol gedə-gedə kəndçinin gözü tülkünün xəz dərisinə sataşır. Meşədən çıxdılar, uzaqdan ev artıq görünürdü. Kəndçi əlindəki odun baltası ilə tülkünün başına vuraraq öldürür və dərisini soyub evinə dönür. İndi bildiniz dünyada ən asan şey nədir? Bu dünyada ən asan şey sənə edilən yaxşılıqları bir anın içində unutmaqdır. Kimlərsə kimsə üçün günlərini, aylarını, hətta illərini qurban verir. Malından, mülkündən keçir, canından keçir. Əvəzində isə qarşı tərəf dağlar boyda yükü bir saniyənin içində heçə çevirir. İtiriləcəyi halda sizi yandırmayacaq yaxşılıqlar edin. Sonra peşman olanda dözə biləsiniz.